Xoş gördük dəyərli izləyicilər, əziz kanalımızın abunəçiləri. Bugün sizlərə çox gözəl, alternativi olmayan bir mənzil təqdim edəcəm. Mənzilimiz yerləşir Yeni Yasamalda 77 nömrəli avtobusun son dayanacağına yaxın bir ərazidə yerləşir. Burada giriş qapımızı görürsünüz. Giriş qapıdan daxil olduqda belə bir dəhliz isə bizi qarşılayır. Mənzil 2 mərtəbədir. Birinci mərtəbə və padval mərtəbəsində ibarətdir. Orada aşağı mərtəbəyə düşürük. Burada mənzilin mətbəxi, yataq otağı və qonaq otağımız da burada yerləşməkdədir. İlk öncə mətbəx hissəsini sizlərə göstərim. Olduqca geniş sahəyə malikdir. Mətbəximiz kvadrat ölçüdədir. Görürsünüz, qarşısında eyvan yerləşir. Döşəmə parketdir. Mətbəxdən çıxırıq eyvana. Burada belə bir yay mətbəxi də quraşdırılıb ev sahibi tərəfindən. İstilik sistemi mərkəzləşdirilmiş istilik sistemidir. Burada hamam tualet yaradılıb. İkinci mərtəbəyə düşmə yerində əslində hamam tualet yerləşir. Qanundan oranı pləkan elədiyi üçün burada hamam tualet yerləşir. Mənzilin qarşısı açıqdır. Binanın qəşəng səliqəli həyəti mövcuddur. Daha sonra daxil olaq mənzilin qonaq otağını sizlərə göstərim. Burada isə mənzilin geniş qonaq otağı yerləşir. Burada da döşəmə parketdir. Kifayət qədər geniş sahəyə malikdir. Bu otağımızda işıqlı, gün düşən bir mənzildir. Nəmişlik yoxdur. Səliqəli bir mənzildir. Burada isə yataq otağımız yerləşir. Belə izləyicilər, gördüyünüz kimi bu yataq otağımızda kifayət qədər genişdir. Yuxarı mərtəbədəki otaqlarla sizlərə tanış elədim. İndi isə keçək aşağı mərtəbəyə. Belə bir pləkan düzəldilib. Görürsünüz, bu formadadır. Yuxarı mərtəbədə 2 otaqdır, aşağı mərtəbədə də 2 otaqdır. Ümumi 4 otaqdır. Mənzil aşağı hissəni görürsünüz, bu formadadır. Orada otaqlar yerləşir. Burada tualet, hamam. Burada isə çamaşırxana yerləşir. Orada paltar yanı yeri nəzərə alınıb. Görürsünüz, burada belə bir moydadır quraşdırılıb, yerləşdirilib və hamam otağımız olduqca geniş sahəyə malikdir. Görürsünüz, bu formadadır. Daha sonra tualet hissəsini də göstərim sizlərə. Burada belə bir pəncərə qoyulub havalanmaq üçün. Qeyd edeyim, bura padval mərtəbə sayılır. Burada bir otağımız yerləşir. Görürsünüz, pəncərəsi də mövcuddur. Və burada isə mənzilin sonuncu otağı yerləşir. O da bu formadadır. Yəni, kifayət qədər də geniş sahəyə malikdir. Burada da pəncərə mövcuddur. Belə izləyicilər, mənzilimiz yerləşir Yeni Yasamalda 77 nömrəli avtobusun son dayanacağına yaxın bir ərazidə yerləşir. Arasında təxminən 100-150 metr məsafə mövcuddur. 4 mərtəbəli yeni tikili binanın birinci və padval mərtəbəsində yerləşir. Yuxarı mərtəbənin kupçası var. Sənədlər tam qaydasındadır. İndi padval mərtəbənin heç bir binada kupçası olmur. Bunu yəqin ki bilirsiniz. Ümumi olaraq mənzil hardasa 120-130 kvadrat sahəsi olar. Kupça kvadratı 70 kvadratdır. Açarlar məndədir. Günün istənilən vaxtı baxmaq mümkündür. Belə izləyicilər, mənzil haqqında bu qədər. Ətraflı məlumat və mənzilə baxış keçirtmək üçün göstərilən nömrə ilə əlaqə saxlayın. Mənzil haqqında bu qədər. Növbəti çəkilişlərdə görüşənədək.